medet ya sultanım medet. Ələstüdən bəli dedim, əcəb xoş haldır yüküm, beş gözəlin aşıqıyam, vəsfi camaldır yüküm. Həm dərindir, həm də yaldır, həm acıdır, həm şirin. Zəhmətdə zəhri həlail, ləzzətdə bayandır yüküm. Elə zəhmətdə vay zəhri həlail, aman Lezzette baldır işim, lezzette baldır işim. Aşıqlıq elmində belə bir şərt var. Aşıq birinci məclisə varid olanda divanı ilə başlayar. Yəni məclisin qapısının açarı divanıdır. İkinci təcnisdən başlayar. Üçüncü el havasıdır. Biz isə üçündən birini dinləyək. Yəni mən sizə çatdıracağım yalnız divanı havasını. Hansı ki mən indi ifa elədim. Ələstüdən bəli dedim, əcəb xoşhaldır yüküm. Beş gözəlin aşıqıyam, vəsf camaldır yüküm. Həm dərindir, həm də yazdır, həm acıdır, həm şirin. Zəhmətdə zəhr-i həlail, ləzzətdə baldır yüküm. Lütfəsindən əyri olan tez göstərər isbatın. Hər ağac kökündə bitər, hər meyvə bəslər zatın. Hər cayı hədyana sayar, naşı bilməz qiymətin. Əhl-i urfan məclisində Cevher misaldır yüküm. Sırın Şahı Heydar'a onun dameninden tutan mehterze yanmazlara. Pirim bana nüsret verdi bugün çıktım bazara. Serrafsan aşkır deyle görüne calaldır yüküm. Yalandır işim. Bişara aşık Ələskər sığın Şahı Heydara,
Onun damenindən tutan məhşərdə yanmaz nara. Pirim mənə nüsrət verdi, bugün çıxdım bazara. Sərrafsansa açxır deyilə, görünə cəlaldır yüküm. Oydu ki, əzizlərim, 3 üstadnamənin, həqiqətnamənin, nəsiyyətnamənin əvəzinə mən birini sizin nəzər diqqətinizə çatdıracağım. Yəni, aşıqlar ki, dəstanı başlayanda birinci növbədə üstadnamə deməlidir. Həqiqətnamə deməlidir, üçüncü vücudnamə deməlidir. Mən üçündən birini sizin nəzərinizə çatdıracağım. Dəli könlüm məndən sana amanət demə, bu dünyada qalım yaxşıdır. Bir gün olar, qonum, qonşun yad olar, demə ulusun var, elim yaxşıdır. Məclisə varanda özünü öymə, şeytana baz verib kimsəyə söymə. Qüvvətli olsan da, ağrı döymə. Demə var qüvvətim, qolum yaxşıdır. Xəstə qalsın kimə qılsın dadını, canı çıxsın özü çəysin odunu. Yaxşı iyit, yaman etməz adını. Çünki yaman addan ölüm yaxşıdır. Gələk mətləb üstünə. Mən ərz eləyəcəm sizə Aşıq Qərib dəstanından. Aşıq Qərib Hələf çayını ki keçdi. Bir xeyli müddət yol gəldikdən sonra gəlib çatdı Çuxur Oba deyilən bir mahala. Çuxur Obanın qənşərinə çatan gördü ki, karvan yolundan bir xeyli aralı bir yaşıllıq görünür. Dedi, nə gözəl oldu. Yəqin ki, belə bir yaşıllıqda ya bir axar çay, ya bir qaynar bulaq olar. Gedib bir qədər istirahət edir. Yavaş-yavaş yaşıllığa doğru gəldi. Yaşıllığa çatan nə gördü? Doğrudan da qocaman təbiyyətin səxavətindən bir damla da, bir pay da buraya düşür. Burada elə bir bulaq qaynayır ki, qəlbinin döyüntüsü bu gözəl coşuya səhv salır. Çiynindən həybəsini götürüb bir yana qoydu, sazını həybənin üstünə qoydu. Bu gözəl bulağın sərin suyundan içdi, bir qədər də əlini yudu, sərinlədi. Xeyli istirahət elədi. O məqam gəldi ki, yola düşmək vaxtıdır. Birdən bu yaşıllıqdan bir bülbülün elə bir cəhcəh səsi gəldi ki, qəribin aləmi titrədi. Ah çəkir fələyin əlindən, sazını köynəkdən çıxarır. Görək bu bülbülə nə demək istəyir, tərəfindən ərz eləyək sizə can sağlığı. Osman
ötən bülbül. Ötmə bülbül, mən qəribəm. Dərdi yüzə yetən bülbül. Ötmə bülbül, mən qəribəm. Bülbül bahar vaxtı çəkdi. Güllər ərəna yetişdi. Şah sənəmim yada düşdü. Ötmə bülbül, mən qəribəm. Qəribəm, ay balam, qəribəm, ay balam, qəribəm, ay balam, qəribəm məyən. Ötmə bülbül, mən qəribəm. Bülbül bahar vaxtı keçdi, güllərə rəna yetişdi. Şah sənəmim yada düşdü, ötmə bülbül, mən qəribəm. Etrafında bağ bozda aşık garip eyler fəqayan. Ötmə bülbül, mən qəribəm. Qəribəm, ay balam, qəribəm, ay balam, qəribəm, ay balam, qəribəm məyən. Ötmə bülbül, mən qəribəm. Bura Halafdır Gürcüstan, ətrafında bağı bostan. Aşıq qərib eylər fəqan, ötmə bülbül, mən qəribəm. Qəribin bu cavabından elə sanki bülbül razı qalmışdı. Oxumurdu, susmuşdu. Nəhayət, qərib salını köynəyinə salıb arxasında həmaildar elədi, hayvəsini çiyinlə alıb düşdü yol turabına. Çukuroba deyilən mahaldan bir xeyli aralanmışdı, gördü, hiss elədi arxasınca at ayağının səsləri eşidilir. Dayandı arxa səmtinə, baxdı ki, görsün gələn kimdir, bu məqamda bir atlı gəlib çatırdı. Salamın əleykim oğlum, uğur olsun. Bilə pay piyada güzar qədəmin har yadır. Uğurumuz xeyir olsun baba. Qarsa gedirəm. Ha, çox gözəl oldu. Gözünü yum, əlini ver mənə. Qərib gözünü yumub, əlini verdi babasına. Aradan biraz keçmiş, oğul özümü harda hiss eləyirsən? Dedi baba, özümü yerdə hiss eləyirəm. Ha, çox gözəl oğul, bura Qarış şəhərdir. Mən öz yoluma davam eləyəcəm. Sən isə artıq gəlib çatdın Qarışa. Qərib başladı, şəhərə nəzər saldı. Yoluna davam eləyərək şəhəri keçdi. Artıq qərib indi təşimançılıq çəkir. Mən niyə demədim ki, Tiflis şəhərinə gedir? Bu utancaqlıq mənə niyə imkan vermədi? Mən niyə xəcalət çəkdim? Bu fikirlə yoluna davam eləyən
at ayaqlarının səsi yenidən eşidildi. Salamün aleyküm oğul, aleyküm əssalam baba. Oğul, yalançılıq insan xilqətinə ləkə gətirər həmişə. Yalançılıq heç bir məkana sığışan deyil. Cavan bir oğlan, niyə yalan danışırsan? Axı, sən mənə dedin ki, mən Qarsa gedirəm. İndi isə sənin gözarın haryadır? Günahımı əff elə baba, mən Tiflisə gedirdim, nə isə demədim xəcalətimdən. Gözünü yum, əlini mənə ver. Qərib gözünü yumub, əlini babasına təqdim edir. Az müddət keçmiş aradan, oğul özünü harada hiss edirsən? Dedi, baba, özümü yerdə hiss edirəm, çox gözəl oğul. Bax, bura Tiflis şəhəridir. Sən Han dağının üzərindəsən. Bura Sənan dağıdır. Bil və əgah ol. Xeyli müddət ayrılıqdan sonra ananın gözləri işıqdan kəsilib. Görmür ananın gözləri. Atımın ayağının altından bir qədər torpaq götür. Gedəndə ananın gözlərini çəkərsən, şəfa tapar inşallah. Qərib aşağı əldi, atın dırnağının altından bir xeyli torpaq götürüb, cibinə qoydu. Qəddini düzəltdi, ayağa qalıqdı ki, razılığını bildirsin, yuxarı qalxanda gördü, heç kəs yoxdur. Oydu ki, Sənan dağından üzü aşağı enməyə başladı. Birbaşa həyətlərinə gəldi durmadan, dayanmadan. Həyatda biraz özünə toxtaqlaq verir. Çox həyəcan keçirirdi, nəfəsini dərdi, dayandı. Bu məqamda gördü ki, bəli, bacısıdır. Əlində bir qab, həyətdən su doldurub aparır. Yavaş-yavaş bacısının izinə düşüb, qapının astanasına qədər gəldi. Qapı açıldı, bacı içəri daxil olan, içəri ki, bacı gedən vaxtı, istədi ki, bacısının arxasınca içəri girsin. Qız hiss elədi, kimsə arxasınca gələn var, belə çörüldü. Siz kimsiniz qardaş, sizə kim lazımdır? Ay bacı, mən yol adamıyam, yolçuyam, qəribəm. Allah rizasına mənə hörmət elə. Bir qismət mənim üçün hörmət elə, süfrə aç. İstirahat edeyim, sonra gedərəm. Bacısı dillənmədən içərdən insanı sarsıdan bir səs eşidildi, bu ananın səsi idi. Ay qız, onun xətrinə dəymə, onu içəri gətir. Allah verənimizdən hörmət elə, qoy xeyir dua versin. Bacı heç bir şey demədi. Qərib vaxtdan istifadə eləyərək içəri gəldi. Həybəsini salını bir tərəfə qoydu. Evə nəzər saldı 7 il ayrılıqdan sonra. Gördü, bəli, hər şey öz yerindədir. Yalnız ananın rəngi o qədər solub payız yarpağı kimidir. Gözlər çuxura düşür. Bütün aləm gözündə tir-tar oldu. Ana, dedi, can bala, sən nə gözəl qonaqsan, sənin səsin nə gözəl doğmadır. Nə istəyirsən oğul? Dedi, ana, mənim bir balaca sazım var, həmişə harda qonaq olsam, ev yiyəsinə taham kəsməzdən əvvəl xeyir dua verirəm. Sən Allah mənim könlüma dəymə, qoy mən bu evə bir xeyir dua verim, sonra bir qismət sizin çörəyinizi kəsib gedərəm. Anadan nalə qalıqdı. Ana cavab verməmiş, qərib sazını köynəkdən çıxarıb. Nə demək istəyir? Tərəfindən ərz eləyə istə can sağlığı inşallah.
gözüm ana. Ana mən qəribəm qərib. Sana qurban özüm ana, ana mən qəribəm qərib. Hökmüler yerine yeşerdi. Gözlerine derman getirdi. Ay Allah ben garibim, ben garibim, ben garibim. Ay balım ben garibim, ben garibim, ben garibim Gedib hələfdə oturdum, hökmülər yerinə yetirdim. Gözlərinə dərman gətirdim ana, mən qəribəm qərib. Kana balam ey, şöldəm ayım. Qərbəm baya yatmışdım qayamaya. Qarq oldum qayama sıçamaya. Ay müjde verin şah seneyemeye. Ay Allah mən qəribəm, mən qəribəm, mən qəribəm qayarım. Qəribəm batmışdım qəmə, qərq oldum qəmə istəmə. Müjdə verin şah sənəmə ana, mən qəribəm qərib. Ana, bala, bir-birinin sinəsinə 7 ilin həsrəti quş yuvasına sığınan kimi elə sığındı ki, rüzgarın gözü heyran qaldı belə bir səhnəyə. Bu necə səhnə idi? Göz yaşları, gülüş, sevinç, hamısı bir-birinə qarışmış. Ana ey mehriban, mən sənin gözlərinə dərman gətirmişəm. Bu vaxtı cibindən torpağı çıxardıb anasının gözünə çəkən, ananın gözləri şəfa taşdı. İki dizinin üstündə anasının hüzurunda torpağa düşdü. Ananın əllərini duz kimi yaladı. Ana-i mehriban, indi mənə izni icazə ver, hökmən gedib qardaşım Mustafa ilə görüşməliyim. Bu vaxtı bacısı iki əllərindən qardaşını yuxarı qaldırdı. Can qərib, yaxşı vaxtında gəlmirsən. Elə gözəl vaxtında gəlibsən ki, məqamıdır. Mustafa evdə yoxdur. Mustafa Xoca Sənxanın önündədir, toyda. Bugün Şahsənəmin toyudur. 7-ci gündür, gəlinin başı bəzənəndir.
Oydu ki, qərib heç bir söz demədən, ana başçısını təzədən öpüb, sazını götürüb düşdü yola. Bir baş gəldi Xoca Sənhanın həyətinə. Doğrudan da gördü aşpaz qazanları, dəmdə, bıraxdın samavarları qaynamaqda. Gedən, gələn, səs, bulaq kimi qaynayır Xoca Sənhanın həyatı. Gördü bir nəfər şəxsiyyət də dayanıb ortası incində, təmkinli, vüqarlı. Hiss elədi ki, bəli, bu məclisin nəysə ağsaqqalıdır. İxtiyarı onun əlindədir. Yaxınlaşdı, salam əmi, əleykümə salam. Əmi baxdı, gördü, bəli, bu gələn qonağın çeynində saz var. Oğul, aşıqsan? Bəli, aşığam əmi. Çox gözəl vaxtında gəlibsən, oğul. Bu saat elə bir gözəl vaxtdır ki, indiyənə qədər bir neçə sənətkarın ayağı boğaca dəyib, neçə aşıqlar gəlib gedib. Buradan xeyr kar aparıblar. Bu gündə sən gözəl vaxtında gəlibsən. Bu saat mən səni məclisə aparacam. Bu xeyirxah əmi aşıq qəribi götürüb içəri apardı. Özü məlumat verdi. Məclisin ağsaqqalı Səlim xan idi. Xan sağ olsun, cavan bir sənətkar gəlib bizim məclisimizə. Xan çox razılıq elədi. Qərib baş təzim elədi, salam verdi ədəb-ərkanla. Oğul, aşıqsan? Dedi, bəli, aşığam. Oğul, çox gözəl. Bizim üçün gözəl sözlərdən oxu, qoy qulaq asaq. Qərib sazını köynəkdən çıxarır. Sazının simlərini zilini zil, bəmini bəm eləməklə məşğuldur. Amma pünhanı nəzər salır sağa sola. Gördü ki, bəli, bu məclis ağsaqqal məclisidir. Sağ tərəfdən səs gəlir. Bir məclis o otaqdadır. Üçüncü otaqda yenə məclisi var. Hərdən bir qapı açılıb örtülür. Gördü, bəli, burada bəy məclisidir. Hiss elədi ki, bəli, bu Şah Sənəmin məclisidir. Həqiqətən maşəddələr 7 qələmdən Şah Sənəmə zinət verir. Şah Sənəmin halı pərişan. Axırıncı gündür, yenə ümudunu kəsməyir. Məhəbbətin gücü ona o qədər ona inam verib ki, axırıncı dəqiqələrinə qədər bu yalnız bir umudu bir şeyə gəlir ki, çoxdan bir xeyli müddət əvvəldən köksündə pünhan elədiyi xənçərə gəlir umudu. Hərgah o öz məhəbbətinə, öz kamına çatmasa, o xənçərlə özünü həlak eləməlidir. Xan Səlim xandan bir səs gəlir. Oğul, gözəl sözlərdən oxu, məclis qulaq assın. Qərib gördü ki, bəli, özünün dərdinə münasib artıq vaxtdır. Götürsün, görək qərib. Nə oxumaq istəyir, tərəfindən ərz elə sizə can sağlığı. Çəkməyən adətimi var. Bu eşqin yolla düşəndən billah kəramətimi var. Günü gündən artır neylim dərdi möhnətim mənim. Dahi bir qeyri dəflər çəkməyə fəqətimi var.
Dahi bir qeyri dərdlərin eylim şəhiməyə taqətim var. Əlbəttə səmtini bəy məclisinə tərəf söyrərək şahsənəmə aid belə oxuyur. Boyla bir hicri qəmləri çəkməyə adət mi var? Bu eşqin yoluna düşəndən billah kəramət mi var? Günü gündən artır, dərd-i möhnətim mənim, daha bir qeyri dərdləri çəkməyə taqət mi var? Eşq əlindən qəvvaz olub dəryalar boyladığım, oxların keçdi sinəmdən bağrımı doğradığım, mən sizi sevdim sevəli, dərdlərə uğradığım, eylədim məcnun divanə, sizdə də mürvət mi var? Bu vaxtı bir xidmətçi içəri daxil oldu. Xan sağ olsun, öldürün bu məlunu. Ya da qoyulun getsin buradan. Elə ki bu başladı oxumağa, xanımın orada ürəyi getdi. Gələn xidmətçi, o xəbərçi əlbəttə Şah Vələdin tərəfindən idi. Məclis bir nəfər kimi sustu, sükuta qərq oldu. Hamı bir nəfər kimi xanın, gəh xanın üzünə baxırdılar, gəh də aşıq qərib. Qərib sarsılmış halda, dodaqlarında bir qədər gülür, götürüb sözünü necə tamam eləyir. Ahır batarsız qana, mən qəribim öldürməyə haqqıdan ayət mi var? Mən qəribim öldürməyə haqqıdan ayət mi var? Hansı kitab hümməti siz bəyan edin bir mana, varıb ərz-i halım söyləyəlim, səcdə qılım mən ona. Öldürərsiz bir aşiqəm, axırı batarsız qana, mən qəribi öldürməyə haqqıdan ayət mi var? Bu vaxt bir neçə nəfər içəri gəldi. Xan sağ olsun, artıq şadlıq xəbəridir, hər şey öz qaydasındadır. Məclis şadiman olsun. Xanım özünü çox yaxşı hiss edir. Aşıq oxu, aşıq gözəl sözlərdən oxumaqda olsun. Ərz eləyək sizə şahsənəmdən. Şahsənəmin ki, ürəyi yerinə gəldi, özünü bir qədər yaxşı hiss elədi. Maşəddələri özündən bir xeyli araladı. Pərişan tellərindən bir neçəsini ayırıb, qızlar, sinəmə bir neçə bən söz gəlib, görün mən nə deyəcəm. Siz nə eşidəcəksiniz? Tərəfindən ərz eləyək, görək, şahsənəm nə duyub, nə hiss eləyib və qızlar ona cavab verir, yoxsa yox?
yarış ay aman Kıllar bana bir saya şallin eyleyin Kıllar bana oy bir saya şallin eyleyin Güllerim solmazdan oy Garip geleydi, garip geleydi, garip geleydi Şirin canma yara kurban eyleyin Peymanam dolmazdan oy Garip geleydi, garip geleydi, garip geleydi Koygadan ağlayan Adı garip Adı garip Peymanam dolmazdan Garip geleydi Ay aman ölüm Ağarlılar kalbim kanarlar Daha gelen köy şabanlı çağlayan Kızlar bana bir təsəlli eyleyin Güllerin solmazdan garip geleydi Şirin canımı yara kurban eyleyin Peymanam dolmazdan garip geleydi Çağırın yanıma dərsli anama Garip yoktu o bağlasın yaramı Kadir Mövlam özü versin arama Ellerim üzülmezden garip gelin Ah yarış ay aman Filşeni aşık oldum ben oncaya İlgar vermey ilgarından dönen can Ay aman ölürem, ay aman ölürem Ne yaman ölürem Sağlığımda buyurmadı senem can Sağlığımda buyurmadı senem can Kabrim kazılmazdan garip geleydi, garip geleydi, garip geleydi Boygadan ağlayan Adı garip Adı garip Kabrim kazılmaz dayan Garip geleydi
Şah Sənəm sözünü tamam elədi. Bu tərəfdən Səlim xan səsə gəldi. Aşıq, bir həqiqət oxu bizim bu məclisin xoşuna gəlsin. Yəni bir həqiqətdən oxu. Baş üstə. Fərid gördü ki, çox məqamıdır. Əlbəttə, öz dərdinə münasibdir. Bu Şah Sənəmə cavab olacaq. Tərəfindən ərz eləyə istəyəcəm sağlığı. Şailələ gəldi bahar ya, səccalələr göyyəymiş. Elə ey yaşını gözlər, əlifi qəzdim abalam. Ailələn eycim gözlərim dil hərfisində yaşlı görlər açıldı sümbüllər gəldi bahar yaz səccarələr göy geymiş yasini gözlər Əlif qəddim cim gözlərim nun ağzım dil hərif içində yasini gözlər Polat xanda, daş xanda, büllür piyalələr dolub coşanda Nəşrail gələndə dil dolaşanda könlüm qəmqəm edir yasini gözlər Dedi bizim dağlar Şailələ bugün qara geyfdir Xalxan vəsfindən Elə ey qara geyfdir Sənəm sənin zülfün
Bizim dağlar bugün qara geyikdir, Xalxanı vəsfindən qara geyikdir. Sənəm sənin zülfün qara geyikdir, Bekara qəribin yasini gözlər. Qərib sözünü tamam elədi. Səlim xandan bir səda gəldi. Afərin aşıq, səd afərin səsinə, avazına, sözünə. İndi məclisdə belə bir söhbət gedir. Hamı bir-birindən soruşur şayət, görəsən bu aşıq haraqlıdır. Nə gözəl avazı var, nə gözəl sözü var. Elə ona görə də mən səndən xahiş edirəm aşıq. Deyəsən, görək sən hardansan, hansı məkandansan, hansı vilayətdənsən. O haqda biz sizi gözləyirik. Bəli, oydu ki, götürsün görək qərib, Səlim xanın cavabının müqabilində nə deyir? Tərəfindən ərz eləyək sizə can sağlığı inşallah. Şehrinde kaynadım coştum da geldim. Ele yar mehnete Qovr eylədi sinəmdən, dərin yaralarına geçdim də gəldim ay aman yaman Dün gecə Hələf şəhrində Qaynadım, coşdum da gəldim. Yar möhnəti qovr eylədi sinəmdə, canımdan, başımdan keçdim də gəldim. Axşam idi gəldim mən də xanama, dərdimi söylədim bacı anama. Eşqin xəncərini vurdum sinəmə, dərin yaralarını deşdim də gəldim. Elə danlamazdı Hələb özündə Görsən amazlı qalsın düzümdə Yaman öldə Axşam namazına Şaman ailələ yar tiflisində Mevlam qənət vermək Uçudum da gəldim
ay amanım yaman öldüm. Sabah namazını hələ büzündə, gün orta namazını qarsın düzündə, axşam namazını yar tiflisində Mövləm qanat verdi, uçdum da gəldim. Məclisə elə bir gülüşmə düşdü, elə bir qaqqıltı, elə bir şaqqıltı, məclis dərya kimi təlatıma gəldi. Hə, bu aşıq əməlli başda ağıllı oxuyurdu, nə oldu birdən buna? Bu qədər yolu bir gündə gəlmək olarmı? Qərib vaxtdan istifadə edib, götürüb, necə deyir? Bəli, heç bilmirəm halım niyə məxsusdur. Əyləşən ağalar bizə gülüşdü, ərənlərdən imdadıma gəlmişdi, aldı səməndinə düşdüm də gəldim. Məclis sakit, bir nəfər kimi, hamı gözünü tikib aşıq qəribə. Bu nə söhbədir? Qərib sözünü necə tamam edir? Saldı məni, olmaz oyna. Mən qurbanam qamətinə boyna. Yaman elə yaxşı gəlir. Boyuna zərz balayər, pişdim də gəldim ayamanım, yaman öləm. Fələk saldı məni olmaz oyuna, mən qurbanam qamətinə boyuna. Aşıq qərib şah sənəmin toyuna, boyuna zərz bağlar biçdim də gəldim. Aşıq qərib şah sənəmin toyuna, bu söz bütün məclisə çatdı. 7 ildir qərbin yolu gözlənilirdi. 7 ildə çox şayələr çıxdı. Kimi dedi sudan axıb, kimi dedi odda yanıb, kimi dedi haramilər tərəfindən tələf olur. Kim inanardı ki, belə bir gündə qərib gəlib şah sənəmin toyuna çıxsın? Hamı sakit, sükut içərisindeydi. Bu tərəfdən bəyin qapısı asılan şah sənəm üzündə rövbənd içəri girdi. İçəri girən kimi, xan babam sağ olsun, izni icazə versən, mən bu aşıq qəribin gəlməsi münasibəti ilə bir neçə söz deyərəm. Odur ki, bu siyah tellərindən bir neçəsini ayırıb, görək şahsənəm qərbin gəlməsini necə qarşılayır, tərəfindən ərz ilə isə can sağlığı.
yana çıkmadım yar sen gedeli ben neyim? Ele biçtim libaslarım oy giydim karalar. Dünyaya bakmadım yar sen gedeli. Suda yandı. Ele yaşkım adına su fehidim adalam. Ey ay bağlam ay bağlam. Gelen alışdı suda yandı. Ay ay bağlam. Başına mən dönüm ay canım garip. Bir yana çıkmadım yar sen gedeli. Biçdim libasları giydim karalar dünyaya bakmadım yar sen gedeli. Önümüzün dalı xırda təpələr, orada yağmur yağsa burada səpələr. Mücrümdə durur almaz şüphələr, heç birini tapmadım yar sen gedeli. Abülfü siyahiyle zemin bişeli ben neyliyim? Yeddin ilden 14 bayram keçeli Hana da yakmadım yar sen gedeli. Mezelendi ay balam. Gelemeysenler mezelendi. Dele bafalı yar gördüm ay balam. Şah sənəmin bu naləsi, şah sənəmin bu kəlməsi bütün məclisə elə bir ki, udalı vurub yandırdı. Şah sənəmən məhkəmalı masalı, zülfü siyah ilə zəmin bişəli, 7 ildə 14 bayram keçəli, hənə da yaxmadım yar sən gedəli. Məclisin ağsaqqalı ayağa qalıqdı. Cəmaat, nə deyirsiniz bu işə? Ham ayağa qalıqdı bir nəfər kimi. Dedi biz tələb edirik Xoca Sənxandan. Şah sənəmi qərbə verməli. Şah sənəm dedi, xan babam, ədalətə gəlmişəm. Xanın ayağına yıxıldı.
atasının ayağına yıkıldı. Şah Sənəmi kaldırdılar. Hoca sen ham dedi, bir kız bir oğlanındı, verdim garibe. Hamı mübarek bad elədi, hamı bir ağızdan sevindi. Bəli, talih hamınızı sevindirsin. Bütün belə bir tədbirə məclis oldu irazı. Han əmr etdi, gəldi bir molla bir qazı. Çar xeyr mübarək dua verdilər. Şah Sənəmi qəribə rəva gördülər. Tutuldu toyları, onlar kâma yetdilər. Çoxaldılar, ucaldılar, qocaldılar və bu dünyadan köçüb getdilər. Bəli, budur etibarı qoca dünyanın, verir fərmanını hər bir insanın, özündə saxlayır baharı, yazı. Biz də olaq bu hikmətdən irazı. Kamandar götürsün sədəfli sazı, oxsun siz üçün bir xoş avazı. Səddin sorağın şahdağı, asılıfdır tərbən öyşən əcəbdir çağın şahdağı. Abı köpsər tək axır çeşmən bulağın şahdağı. Keyf ola bu çeşməndə yoxdur bir sağın şahdağı. Müxənnəs yaylıyarsən də pozar damağın şahdağı. Her meyve bitip var verib, haq səni xəlq eylib, bir belə ixtiyar verib. Arxam dənizə söykənib, sürdüm ayağın şahdağa, sürdüm ayağın şahdağa. Süsən sümbül gül ərağvan köksündə laləzər verib, alan satan gözəllərdir görünər avaz pazar verib. Damənin şahar fəsil hər meyvə bar verib, haq səni xalq eylib. Bir belə ixtiyar verib, arxan dənizə söykənib, kördü ayağın şahdağa.
səni xoş yaradırsın. Xudam səni xoş yaradır. Hər kim görsə xoşlayacaq. Yayda gözəl seyrangaha, qışda maral qışlayacaq. Yazıq ələskəri yolunda başlacan bağışlayacaq. Aşıq səndən incik gedir, ərzgili başlayacaq. Özümə də məlum olsun, sübhanəli şəhlərə